Salam, hər vaxtınız xeyir. Bugün ədəbiyyatdan dim sınağına düşən suallardan birinin izahını veririk. Sualımız Basatın Təpəgözü öldürdüyü boyla bağlıdır. Buradan səhv fikirlər istəyir bizdən. Deyir ki, Dədə Qorqud Təpəgözlə danışıq aparır. Bəli, bilirik ki, Təpəgöz Oğuz elinə hücum eləyir və Dədə Qorqud onunla saziş bağlamaq üçün gedir və danışıqlar aparır. Bu düz fikirdir. Təpəgöz Pəri anasının təhriki ilə Oğuz elinə düşmən kəsilir. Xeyr, burada hər hansı bir təhrik yoxdur. Sadəcə Pəri anası Təpəgözə sehirli üzük verir ki, ona ox batmasın, qılınc kəsməsin. Lakin Pəri ananın hər hansı bir mövqedə təhrik etdiyini görmürük. Bu səhv fikirdir, ona görə 2-ni götürə bilərik. Basat Qapaqqandan qardaşı Qıyan Səlcuqun şəhid olması xəbərini eşidir. Bu da səhv fikirdir. Çünki Qapaqqandan yox, Qapaqqanın həyat yoldaşından qardaşı haqqında, eləcə də Təpəgözün Oğuz elinin başına gətirdiyi fəlakətlər haqqında, Qazan xanın məğlub olması haqqında məlumatları alır. Ona görə 3 də səhv fikirdir. Təpəgözü öldürən Basat Bunlu Qoca və Yabaqlı Qocanı Oğuz elinə muştuluqçu göndərir. Bəli. Qazan xan Basatı təhlükəli səfərdən çəkindirə bilmir. Bəli. Qazan xan deyir ki, Təpəgöz deməli, məni də məğlub edib. Sən də igidsən, lakin mənim qədər deyilsən. Ona görə atanı ağlar qoyma. Ona görə çəkindirməyə çalışır. Lakin Basat heç nəyə fikir vermədən Təpəgözün üzərinə gedir. Deməli 5 də düz fikirdir. Bizdə səhv fikirlər 2, 3-dür. Cavabımız A variantı.